Bugün mən sizlə 11-ci sinifin passive voice-una baxacağam. Bu 11-ci sinifin toplusu 1-ci hissə 2025-ci ilin nəşridir. Passive voice işləməyi çox sevirəm, çünki çox asandır. Birinci nə edirsiniz? Gedirsiniz, mübtədanı seçirsiniz, tapırsınız məlum növdəki mübtədanı. Bu məlum növün mübtədası ya itməlidir, ya da by sözünüsü ilə cümlənin mübtədası yerinə keçməlidir. Tamamlığı yerinə keçməlidir, üzr istəyirəm. Olmalı tamamlıq. İkinci işimiz gedib tamamlığı tapmaqdır məlum cümlədə. Bu tamamlıq gəlib olacaq bizim məchhuldakı mübtədamız. Üçüncü işimiz isə gedib xəbərimizi tapmaqdır və zamanı aydınlaşdırmaqdır. Zamanı aydınlaşdırdıqdan sonra artıq biz işləyə bilərik. Deməli, all the rice tamamlıq olmalıdır mübtəda, hamısında belədir. Ate hansı zamandadır? Keçmiş zamanda. Mən keçmiş zamandakı məchul axtarmalıyam. Bu indikidir, indikidir. 2-dən keçmişim qaldı. Were, was, düzdürmü? Rice necə isimdir? Sayılmayan isim. Sayılmayan ismin xəbəri həmişə təkdə olar. Ona görə mənim variantım olacaq Y. 2-yə baxıram. They mübtəda, a lot of meat tamamlıq, sold xəbər. A lot of meat-i qoydum mübtəda yerinə, düzdürmü? Xəbərim hansı zamandadır? Sold, keçmiş zamanda. Baxın, bu indikidir heç. Bu keçmiş bitmişdir ancaq ki, bu da indikidir heç. 2 variant qaldım. Meat sayılmayan olduğu üçün mənim xəbərim təkdə olmalıdır, C bəndi. Our team mübtəda, the prize tamamlıq, won xəbər. Our team-i silirəm, çünki mübtəda gəlib tamamlıq olmalıydı. The prize mübtəda olub düzdür. Won hansı zamandadır? Keçmiş. Is olmaz, has olmaz. Prize təkdə olduğu üçün mənim xəbərim tək olmalıdır, A bəndi. Dördüncü, they mübtəda, milk tamamlıq, sell xəbər. Xəbərimiz hansı zamandadır? İndiki zamanda. Bu keçmişdir, bitmişdir, keçmişdir. Cavabım olacaq Y. 5. They mübtəda, me tamamlıq. Often zərfdə bizim üçün heç bir məna ifadə eləmir. Invite indiki zamanda xəbər. Mən indiki zaman axtaracağım, düzdürmü? Me obyekt halda olan şəxs əvəzləyik, gəlib olacaq adlıq halda şəxs əvəzləyik. Yəni burada mübtədanı eyni saxlayıb onu sildim, gəlib olub me, dönüb olub I. Bu düzdür. Zaman indiki dedik. Ona görə bu iki keçmişi sildim. Artıq mən dedim ki, məlum növdəki mübtədam by sözünüsü ilə verilməlidir. Elə belə them versəz, o artıq düzgün deyil. Yəni burada çıxır ki, mən dəvət edilirəm onları partiyə, onların partisinə. Mən dəvət edilirəm onların partisinə. Burada by olsaydı onlar tərəfindən, bu zaman düz olardı. Ancaq by söz önüsüz verilməsi düzgün deyil. 6-ya baxıram, Sara mübtədam, the berries tamamlıq, picked xəbər. Picked keçmiş zamandadır. Mən keçmiş axtaracağam. Bu bitmişdi, səhv. Bu bitmişdi, səhv. Bu da indikidir, səhv. Berries cəmdə olduğu üçün were olacaq. B düzdür. The representatives mübtəda, a lot of problems tamamlıq, discussed xəbər. The representatives eyni veribdir. Mübtədanı eyni saxlayıb da olmaz. A lot of problems mübtəda yerində düz. Mənim xəbərim discussed idi. Yəni keçmiş zamandaydı. Bu bitmiş yox, bu indiki yox, bu bitmiş yox. Cavabım C bənd olacaq. The gardener mübtəda, these trees tamamlıq, planted xəbər. The gardener olaraq saxladığını silirəm. Mənim mübtədam dəyişməli idi. İşi görən ya bilinməməlidir, ya by sözünüsü ilə verilməlidir. Planted keçmiş zamanda olduğu üçün, üzr istəyirəm, mən indikini silirəm, bitmişi silirəm. Trees cəmdə olduğu üçün mənim düzgün variantım C olacaq. Xəbər mübtəda ilə uzlaşmalıdır. 9. The police officer mübtəda, me tamamlıq, assisted xəbər. Me obyekt halı çevirə bilirəm adlıq hal. Bu düz. Xəbərim keçmiş zamanda
indikini silirəm, bitmişi silirəm, gələcəyi silirəm. Baxın, I assisted. Burada to be yoxdur. To be yoxdursa, deməli, bu xəbər məlumdadır. Mən kömək etdim. Amma mənə lazımdır ki, mənə kömək etdilər, mənə kömək edildi. Bu da D variantı olacaq uşaqlar. Jane mübtəda, the kitchen tamamlıq, cleaned xəbər. The kitchen cleaned keçmiş zamandadır, düzdürmü? Bu bitmiş, bu məlumdadır, to be-si yoxdur, bu gələcək, bu indiki, cavabım olacaq A. Somebody mübtəda, Jane's bag tamamlıq, buna 40-40 xət çəkməli idim. Took xəbər. Somebody eyni saxladığı üçün bu variantı silirəm. Jane's bag took keçmiş zamandadır deyə was taken by somebody. A düzdür. Has bitmiş, was been olmaz, is indiki. 12. The mice mübtəda. All the cheese tamamlıq, have eaten bitmiş zamandakı xəbərim. Deməli, mən bitmiş axtaracağım, düzdürmü? The mice verəni silirəm, mübtədanı dəyişməyib. All the cheese bitmiş sadəcə Y-dədir. Has been eaten by the mice. Bu indikidir, bu keçmiş sadədir. 13. Her friends mənim mübtədam. Her tamamlıq, left xəbər. Her obyekt halım keçib olub she adlı hal. Bu düzdür. Left keçmiş zamandadır. Is olmaz, bitmiş olmaz. Burada to be yoxdur, məlumdadır. Burada da bitmişdir. Cavabım A bəndi. 14. My friend mübtəda. Me tamamlıq, has shown xəbər. Me obyekt hal keçib olacaq adlı hal. Has shown indiki bitmişdir. Mən indiki bitmiş axtarmalıyam. Bu keçmiş, bu sadə, bu da gələcək sadə. Cavabım A variantı. 15. We mübtəda. This room tamamlıq. Used keçmiş zamandakı xəbərim. This room was used only on special occasions. Burada we mübtədanın olduğu kimi saxlayıb, burada bitmişdi, burada indikidir, burada da bitmişdi. 16. I mübtəda. Book tamamlıq. For, looked for xəbər keçmiş zamanda. The book düzdür, keçmiş zamanda olması üçün mənim olacaq düzgün variantım C. D, Y bitmişdi, A indikidir, B-də isə was been var. Was been yanaşı gəlmir. 17. We mübtəda, electricity tamamlıq, use xəbər. Xəbərim indiki zamandadır, ona görə is used olacaq. A bəndi. Burada to be yoxdur, məlumdadır, is been olmaz, keçmişdədir, bitmişdədir. 18. He mübtəda, as tamamlıq, bir tamamlıq, his collection ikinci tamamlıq. Burada sadəcə as-ı çeviribdir, amma his collection da çevrilə bilərdi. Bizə onun kolleksiyası göstərildi, onun kolleksiyası bizə göstərildi. Yəni, burada hər iki tamamlığı mübtəda yerinə qoya bilərik uşaqlar. Burada sizi çaşdırmamaq üçün bir variant veribdir. B-də mübtədanı dəyişməyib silirəm. Has shown indiki zamandadır. Have been shown olmalıdır. A variantı. Bu indiki sadədir. Bu keçmişdir. Bu da keçmiş bitmişdir. Mənə indiki bitmiş lazım idi. Gəlirəm 19-a. Ted tamamlıq. That girl mübtəda. Üzr istəyirəm. Ted mübtəda. That girl tamamlıq. Has met indiki bitmişdəki xəbərim. Has been met by Ted. Baxın, mübtədanı verdim by sözünüsü ilə tamamlıq yerində. Buradakı tamamlığı gətirdim, qoydum mübtəda yerinə. Xəbərimi də eyni saxlayaraq zamanını sadəcə məchula saldım, to be əlavə edərək. Bu keçmiş bitmişdədir, burada mübtədanı dəyişməmişdir, burada to be yoxdur, məlumdadır. Bu da keçmiş sadədir. 20. They mübtəda, the problem tamamlıq, have settled xəbər. The problem has been settled olacaq. Burada to be yoxdur, bu keçmiş sadə, indiki sadə, gələcək sadə. 21. They mübtəda, promised me tamamlıq, promised xəbər. Me dönüb olacaq I. Promised keçmişdə olduğu üçün was promised olacaq. Z-yi, yəni
məlumdakı mübtədanı by sözünüsü ilə verməlidir. Burada verməyib. Burada bitmişdə verib səhv. Burada bitmişdə verib səhv. Burada indikidə verib səhv. Cavabım sadəcə D olacaq. 22 mübtəda Helen, Dina tamamlıq, cooked indiki keçmiş zamandakı xəbərim. Deməli, mən nə edəcəm? Dinner'ı keçirəcəm mübtəda yerinə keçirtmişəm. Cooked keçmişdə olduğu üçün keçmiş zamanda məchul axtaracam. Was bin yanaşı gəlməz. Bunlar bitmişdədir. Bu da indikidədir. 23. The representatives. Xətti niyə bir dəfə düzgün çəkə bilmirəm. Mübtəda many contracts tamamlıq have signed xəbər. Artıq A-nı silirəm. Tamam, mübtədanı dəyişməyibdir. Have signed indiki bitmişdədir. Mənə lazımdır ki, have been signed olsun. Baxın, burada da indiki bitmişdi. Sadəcə mənim mübtədam cəmdir. Has been onunla uzlaşmayıbdır. Bu keçmişdi, bu da keçmişdi. 24. I mübtəda, him tamamlığın biri, everything about the incident tamamlığın ikisi. Him'i burada götürübdür. Bu ikinci tamamlığa dəyməyibdir. Him dönüb oldu adlı halda he. Have told indiki bitmiş. Ona görə has been told olacaq. Bu keçmiş sadə, bitmiş, indiki keçmiş bitmiş. 25. Mr. Thompson mübtəda, the shop tamamlıq, has shut, indiki bitmişdə the shop mübtəda olmalıdır və xəbərim indiki bitmişin məchulu olmalıdır. Has been shut. Bu keçmişdir, bu indiki sadədir, bu keçmişdir, bu da keçmişdir. They mübtəda, these things tamamlıq, have used bitmişdəki xəbərim. These things have been used olmalıdır. Bu indikidir, bu keçmişdir, bu keçmiş sadədir, bu keçmiş bitmişdir. 27. They mübtəda, me tamamlıq, some nice flowers ikinci tamamlıq. Sent xəbərim oldu. Me dönüb olacaq I. Baxın, burada isini də dəyişibdir. Elə variant var, həm birinci mübtədanı məchulda verib. Elə variant var, ikinci mübtədanı məchulda verib. Niyə me yoxdur, yəni I yoxdur burada və yaxud da niyə some nice flowers yoxdur burada deyib çaşmırsınız. Hər iki tamamlığı siz mübtəda yerinə qoyub məchulluq yarada bilərsiniz. They mübtədanı dəyişmədiyi üçün bunu sildim. Mənim burada ən əsas köməkçim olacaq xəbər. Sent keçmiş sadədədir, düzdürmü? Mənə lazımdır ki, was sent olsun və yaxud da were sent olsun. Was been səhvdir, belə bir şey olmaz. Was sent düzdür. Flowers are sent veribdir. Cümlə ümumi düzdür, amma mənə keçmiş məchul lazımdır. Ona görə səhvdir. I am sent, bu indikidir deyə, bu da olmayacaq, cavabım B olacaq. 28. Here mübtəda, me bir tamamlıq, the documents ikinci tamamlıq. The documents bu showed keçmiş sadədəki xəbər. Bu indikidir. Bu indikidir. Bu bitmişdir. Was been də olmaz. Cavabım C variantı. Nick's parents mübtəda, his proposal tamamlıq, accepted, keçmiş sadədəki xəbərim. Bu indikidir, bu bitmişdir, was been olmaz, burada da to be yoxdur. Cavabım B olacaq. 30. They mübtəda, looked at xəbər, the picture tamamlıq. Looked at keçmişdədir, düzdürmü? Bu bitmişdir, bu indikidir, bu indikidir. Cavabım olacaq D. Bax, Y-də səhv nədir? Was been olmaz. 31. The granny mübtəda, the photos bir tamamlığım, the children ikinci tamamlığım. Showed keçmiş zamandakı xəbərim. Bu bitmişdi, bu indiki, bu da bitmiş. Cavabım olacaq Y. 32. Diana mübtəda, me tamamlıq 1, a letter tamamlıq 2.
Will send xəbərim gələcək zamanda. Bu bitmişdi, bu keçmişdi, bu bitmişdi. 2 dənə gələcək zamanım var. Burada to be yoxdur. Ona görə məlumdadır, səhv. Cavabım olacaq D. 33. Julia mübtəda, the room tamamlıq, cleans indiki sadədəki xəbərim. The room is cleaned olmalıdır. O da C bəndi olacaq. Bu gələcəkdir, bu davam edicidir, amma mənim əsas cümləm sadə zamandadır. Bu keçmiş, bu bitmiş. 34. Carol mübtəda, a lot of articles. Tamamlıq, translates, xəbər. Bu mübtədanı dəyişməyənləri sildim. Translates indiki sadədədir deyə keçmişi, gələcəyi və bitmişi silirəm. Cavabım olacaq B. Gəlin heç bu yan tərəfləri axtarmayaq. Build keçmişdədir, düzdürmü? Mənə lazımdır keçmiş, bu indiki, bu gələcək, bu bitmiş, bir dənə keçmişim Y. Hələ ki xəbərlərlə gedəcəm, görüm nə qədər xəbərlə tapa bilirəm. Send keçmişdədir, düzdürmü? Burada to be yox, bu bitmiş, bu gələcək A. 37. Will meet, gələcək. Bu keçmiş, bu bitmiş, bu indiki, cavabım A. Will finish, indikidir. Gələcəkdir, üzr istəyirəm. Bu indiki səhv, keçmiş səhv, indiki səhv, bitmiş səhv, cavabım B. Play, indikidir, düzdürmü? Was yoxdur, will be gələcəkdir. Has been bitmişdir, have bitmişdir, cavabım C. Washes, indiki zaman. Have bitmişdi, were keçmişdi, has bitmişdi, will be gələcəkdir, are indiki. Met, keçmiş zaman. İndiki, bitmiş, to be yoxdur, bitmiş. Cavabım A. 42. Made, keçmişdi, düzdürmü? Bu bitmişdi, bu indikidir, bu bitmişdi, bu gələcəkdir, cavabım Y. Heç mübtəda xəbərə baxmadan belə neçə test gəldim? 36. 6 testi gəlmişim. 6-7 test. 43. Discussed. Keçmişdi. Bu gələcək. Bu bitmiş. Bu bitmiş. Burada to be yoxdur. Cavabım Y. Görün nə asan mövzudur bu. Teach. İndiki zamanda will be gələcək. Bu bitmiş. Bu keçmiş. Bu bitmiş. Cavabım Y. Learn. İndiki. Bu bitmiş, bu keçmiş, bu gələcək, cavabım D bəndi. Has written, indiki bitmiş. Bu sadə, bu keçmiş, bu gələcək, bu da keçmiş. Cavabım D bəndi. 47. Have opened, indiki bitmiş. Bu keçmiş sadə, bu gələcək, bu indiki sadə. Cavabım olacaq, indiki bitmiş, B bəndi. 48. Grow, indiki sadə. Bu gələcək, bu keçmiş, bu bitmiş. Burada da to be yoxdur. Məlum növdədir. Cavabım olacaq D bəndi. 49. Had sold. Hansı zamandadır? Keçmiş, bitmiş. Ona görə indiki, keçmiş, sadə. Mənə keçmiş, bitmiş, mənə yaramır. Y-də var indiki bitmiş, S-də var indiki bitmiş. Amma burada to be yoxdur. Yəni bu məlumdadır. Mənə lazımdır məchul. C bəndi. 50. Broke. Keçmiş sadə zamanda. Bu bitmiş, bu gələcək, bu da indiki, cavabım D bəndi olacaq. Davam edirik. Witness. İndiki sadə. Mənə bu keçmiş işimə yaramır. Burada to be yoxdur, yaramır. Bitmiş yaramır. Cavabım olacaq Y. Found, keçmiş. Is indiki. Artıq mənim 3 dənə keçmişim var. Deməli, sadəcə mən xəbərlə tapa bilməyəcəm. Mənim mübtədam nədir? No one. Tamamlığım nədir? Any evidence. No one, mən bilirəm ki, inkar cümləsi yaradır. Düzdürmü? No evidence was found. Bu düzdür. Any evidence was found səhvdir. Çünki any inkarda işlənməli idi. Y-də səhv nədir? No işlənən cümlənin xəbəri təsdiqdə olmalıdır. Cavabım olacaq A. Will pack gələcək zamandır. Düzdürmü? Baxın, indiki, burada da to be yoxdur. Bunu sildim. Mənim gələcək məchulda 2
variantım var. Səhv nədir? Buradakı mübtədanı by sözünüsü ilə verməli idi, tamamlıq kimi verəcəkdirsə. Ona görə verməyib deyə D də səhvdir. Cavabım olacaq A. 54. Aid keçmiş zamandadır. Düzdürmü? Bu bitmişdir, bu indikidir, bu da keçmiş. Artıq nəyə baxacam? Baxın, children'ı them ilə əvəzləyib, bu okeydir, əvəzləyə bilər, əvəzlədir. Sadəcə önündə by sözünü verməyib, C səhv. Y-də isə sweets cəmdədir, was verib, uzlaşmayıb mübtəda xəbər, bu da səhv. Cavabım olacaq D. 55. Have planted, indiki bitmiş. Bu keçmişdir, bu keçmiş sadədir, bu da keçmişdir. Burada isə to be yoxdur. Bu xəbər məlum xəbərdir. Mənim cavabım olacaq B. Have announced, indiki bitmiş. Bu keçmişdir, bu sadədir, bu sadədir, bu da keçmişdir. Cavabım A. 57. Have calculated, indiki bitmiş. Bu sadədir, bu keçmişdir, bu sadədir, bu sadədir. Mənim cavabım Y bəndi. Is painting, indiki davam edici. Bu sadədədir, bu bitmişdədir, bu sadədədir. Bu da iki dənə davam edicim var. She-ni obyekt olaraq əvəzləyibdir her-lə. Ancaq ki, by sözünüsü verməyibdir deyə Y səhv olacaq. Cavabım olacaq C bəndi. İndiki davam edici. Bu keçmişdir, bu bitmişdir. Burada mübtədanı dəyişməyib, burada da mübtədanı dəyişməyib. Cavabım olacaq C variantı. Are building, indiki davam edici. Bu sadədir, bu bitmişdir, bu bitmişdir, bu keçmişdir. Is using, indiki davam edici. Bu keçmiş, bu bitmiş, bitmiş, sadə, davam edici budur. Davam edirik uşaqlar. 62. Is showing, indiki davam edici zamandakı xəbərim. Mənə lazımdır, bu bitmiş, bu bitmiş lazım deyil, bu sadə lazım deyil, bu da keçmiş davam edici lazım deyil. İndiki davam edicidə xəbərim, bu bitmiş lazım deyil, bitmiş lazım deyil, bu da keçmiş bitmiş lazım deyil. Bu indiki bitmişdir, bu da indiki bitmişdir. Mənə nə lazımdır? Buradakı tamamlıq gəlsin olsun məndə mübtəda, o da B bəndindədir. D bəndində isə məlumun mübtədasını saxladığı üçün səhvdir. 64. Was singing, keçmiş davam edici. Bu sadədir. Bu da sadədir. Bu indikidir. Bu keçmişdir. Ancaq ki, mübtədanın olduğu kimi saxlayıb mənə lazımdır Y. Burada keçmiş davam edici. Bu sadə. Bu indiki. Burada sadə. İki dənə variantım qaldı. Düzdürmü? Baxın, yenə eyni şey edib. Mübtədanı burada saxlayıb, ona görə D səhvdir, B bəndi düz olacaq. 66. Keçmiş sadə zaman. Bu davam edicidir, bu indikidir, bu bitmişdir, bu keçmiş sadədir. Mənə lazımdır nə? Buradakı tamamlıq gəlsin olsun mübtəda, o da B bəndindədir. 67. Was sending, keçmiş davam edici. Bu sadə, bu indiki və bu da sadə. Mənim buradakı tamamlığımın mübtəda olanı da B bəndidir. 68. Keçmiş davam edici. Bu sadə, bu indiki, bu bitmiş. Cavabım Y bəndi. 69. Have forgotten, indiki bitmiş. Düzdürmü? Bu has forgotten to be yoxdur, məlumdadır. Bunu sildim. Bu indiki davam edici, bu indiki bitmiş davam edici. Belə bir şeyə gərək yoxdur. Bu nədir? Keçmiş sadə. Cavabım olacaq B. Was translating, keçmiş davam edici. Bu indikidir. Bu sadədir. Bu da sadədir. İki variantım qalır. Nick eyni qaldığı üçün mənə yaramır bu variant. Cavabım C bəndə olacaq. 71. Were cleaning. Keçmiş davam edici. Bu sadədir. Bu indiki. The house təkdə olduğu üçün were olmaz. Onların uzlaşması lazım idi. 71.
72. Import, indiki sadə. Bu keçmiş, bu keçmiş, bu davam edici, bu bitmiş. Cavabım Y bənd olacaq. Export, indiki sadə. Bu indiki davam edici, bu keçmiş, bu bitmiş, bu da keçmiş. Cavabım olacaq C bəndi. 74. Must pay modalla verilmiş indikidir. Düzdürmü? Modal olanı məchula necə çeviririk? Modaldan sonra to be artırdıq eyni qayda ilə. Burada to be yoxdur, burada modal yoxdur, burada da modal yoxdur. 2 dənə modal və to be olan 2 variantım var. Sadəcə D variantında mübtədanı dəyişməyib. Ona görə mənim variantım olacaq 74-də B. 75. Painted, keçmiş zaman, sadə zaman. Bu elə məlumdur. Bu indikidir. Bu məlumdur. Bu da indikidir. Cavabım olacaq C bəndi. Has corrected, indiki bitmiş. Bu indiki sadə. Bu keçmiş sadə. Burada da məlum növdür. To be yoxdur. 2 variant arasında qaldığımızda editor in chief mübtəda olduğu üçün o silinməli idi, geriyə atılmalı idi, tamamlıq olmalı idi. Cavabım D olacaq. 77. Is checking, indiki davam edici. Düzdürmü? Bu sadə. Bu bitmiş. Bu keçmiş. Bu da bitmiş. Cavabım olacaq Y. Should by, modalla verilmiş xəbər. Shoulddan sonra to be işlənməlidir. Burada to be yox. Burada would-a çevirib, burada will-dir, burada can-ə çeviribdir. Heç gərək yoxdur bunlara. Eyni modalı saxlamalıdır. Cavabım olacaq Y variantı. 79. Baxın. 79-da modalla olub xəbərim. Modaldan sonra B işlədəcəm. Ancaq sonraki əsas fe'limdə P2-də, yəni 3-cü formada olmalıdır. V3 olmalıdır. Bu ona görə səhvdir. Can olmamalıdır, will be olmamalıdır, had to be olmamalıdır. Baxın, modal verib, eynisini saxlayıb, to be verib, əsas fe'limi də P2-də veribdir. Düppədüz variant. 80-ə baxaq. Eyni şey modalla verilmiş xəbər. Modalı saxlamalıyıq. To be əlavə etməliyik. Modal qalmalıydı. Modal qalıbdır. 2 variantım da düzdür. Baxıram mübtədaya, tamamlığa. Mübtəda eyni olduğu kimi qalmamalıydı. Ona görə cavabım olacaq D. 81. Should take. Modalla verilmiş zaman. Burada to be yoxdur. Burada to be deyəndə ki, be verilməlidir. Amma burada məstər şəklində verib, shoulddan sonra məstər işlənməz. Could verməməliydi. Should olduğu kimi saxlamalıydı. A. 82. Has parked, indiki bitmiş. Bu məlumdadır. Baxın, to be'si yoxdur. Bu keçmişdədir. Bu keçmişdədir. Bu da indiki sadədir. Cavabım D. 83. Awarded. Has awarded, indiki bitmiş. Baxaq. Bu keçmiş. Qalanları indikidir. Mənim tamamlığımda mübtədamızı judge dəyişilməlidir. Yeni buna görə sildim. Tamamlığım nədir? Has awarded the author of the lyric poems. Burada biz sözönülü ifadədə həm bunu mübtəda xəbər uzlaşmasında, nə bilim, başqa harda baxmışdıq. Tutaq ki, nisbi bağlayıcı işlənir. Hər yerdə biz oflu ifadədə həmişə birinci ismə baxırıq. Burada lirik şeirlərin özündən yox, onların müəllifindən söhbət gedir. Ona görə də burada lirik şeirlər belə deyim də mükafatlandırılmayıbdır. A səhvdir. B də səhvdir. The author, müəllif qiymətləndirilibdir. Amma bu da hədbindədir. Bunu da keçdik. Elə D variantı olacaq. Baxın. The author of the lyric poems has been awarded with the first prize. D bəndi tam düzdür. Keçdik 84-ə. Defeated, keçmiş zamanda. Bu bitmişdir. Bu indikidir. Bu indikidir. Bu da bitmişdir. Cavabım C bəndi olacaq. 85. Chose, keçmiş sadə. İndikidir, bitmişdir, indikidir. Cavabım D olacaq. Bu qədər uşaqlar, gerisini növbəti videoda izah edəcəm.